Bugün belə basic look eləmişəm. Niyə? Çünki gedirəm Özbəkistana. Burada makyaj şeylərim var. Məndə ancaq əl çamaları deyə. Məndə ancaq əl bagajı deyə bunları düşünəcəm maşını ənə girin. Bagajına qoyacağım. Bagaj. That's all girls. İndi havalimanındayım. Ben uşaq kimi davranıyorum. 18 yaşım olacak ama nene. Videoya bakanda eşittim. Ben çocuk değilim. Ben de kirpi yapıştırmıştım. Bu kirpimi yapıştırdım. Biraz pis yapıştım. Bir kere düşmeye üzere değil. İnşallah 2 saat yapacağım açmış. İnşallah 2 saat dözerler. Uşaqlar indi gedirik təyyarə. Qardaşım o qədər nömrə yazıb ki, çamadanların üstünə görə heç bir çamadan çəkirəm. Öz çamadanı əsl çəkirəm. Çünki bütün nömrələri, bütün evdəki hamı nömrəsini yazıb çamadan. Bütün evdeki hamı nömrəsi yazıb çamadanlar. Ne olacak acaba? Çok... Şimdi oturduk samaraydı. Aslında estetik için çekebilmeyeceğim. Bilmiyorum. Nene babanın ortasında oturmak bir kadın nereye danışmış. Biraz babadan sonra ortadan kalacak. Benim babam bütün gün dalaşıyor. Bakın yine dalaşıyor. Sırmayakta dalaşıyor. Bakın. Hanımlar, şartlar psikolojik yazılmasından bakın. Uşaqlar üçün düşməyimiz az qalır. Siz gördünüz. Bu məzəbət məxsum oturur. Tarixi bağlı bizə verişdik dolayı qalır. Bu bir insan cavabı tutmuşlar. Düştüğü daha doğrusu. Instagram'da yenisi koyacağım. Çok pis görseldi. Çok belki nakla gelecek. 17 Pro değil. My grandpa, my grandma. Neçə dəqiqə düşəcək? Hələ sərədə axtarırıq. Şu an bagajımızı gözləyirik. Bir babamı tapmıram. Hardadır bilmirəm. Şey soruşmalıyım, ondan baba yoxdur. Benim babamdır. Dağlar ucu Özbekistan'dayıq. Ben Özbekistan'a da yakmıştım yani. Neyse, bu taksimiz, baba bütün taksileri ignore edecek. Bakın seyredin. Taksi aslında Azerbaycan'ın yani burada doğru mu? Azerbaycan. Bu nenenin sevinci aldığı gül. Mənə belə gül almısan heç ömrün bu həyatın boyunca? İçine pul koyuram yani. Salam, bugün ikinci gündür. Birinci gün neyse. Yemək yiyirəm, baba gidib səriyə kimsə baxır, Əlxan, acıb olmalı. Mən baxmışam. Bizə Agimizə Türk kahvesi elədi. Nənəyə, mənə. Gün boyasını çəkib bilmədim. İndi gedirik, avtoşkolaya gedir qızlar danışmağa. Düşüb qabağa harası gedir. Bütün blogerlər deyir ki, bura gəlirlər. Peki içərdədir? Avtomaktab burada. Gəldik, aşağıya çıxıb baxın deyə qayıtdıq. Dala, gedir indi bula deyəsin. Ben hot dog yedim ama size çekmedim. Bunu takip bize Burası şeydi şu an Magic City keçen olmuştuk. Şu an ne getireyim o? Peki kişi alabilir başa düşür. Mola geldi uşaqlar. Бершка. Здравствуйте, дорогие подписчики. Мы сегодня приехали в Ташкент Сити Молл, и сегодня мы будем делать шопинг. Идемте. Let's go. Gelir Big Boss. Ama Big Boss. Pullarımızı xırdaladık. 1 milyon 200 minim var. $100, 1 milyon 200 min son. Indi Pull&Bear.
Kaptan? Yok, bu o kapıda böyle. Necə kaprizli qızlardı bunlar aşağılar. Mən girəm mağazinə. İnarsız bir dənə köynək görürəm. Heç bəzən geyinmirəm. Alıram çıxıram. Mən də görə online shopping üstünü tuturam. Ağlıda hepsi tək. İnin baxın. Bizim bir iki şey baxır, biz Zaki ilə gəzirik. Aybı ilə dostu var, hansı ki mən bir neçə il tanıyım, amma heç görüşməmişik. Görüşməmişsiniz? Keçən bir gələndə Datçadaydılar. Giririk Azaraya. Bu İki dəfə. təxminə ilə. Təxminə o deyir, təxminə mən deyirəm. Təxminə ilə görüşdüm. Bizdə elə kino var. Mən təxminə ilə görüşdüm. Çox yaxşı qızdı məncə. Hiss olunur. Məsələn, yaxşı adam orada hiss olunur. Nə deyirsən? Yaxşı adam orada hiss olunur ki, yaxşıdır. Pozitiv. Baxın, çöldən nə gözəl görsənir, mol. Bizdə çöldən bu qədər qəşəng görsənir, amma o bir dənə crescentdir məncə. Crescentdə? Yəni bu qədər yəni də müəyyən qədər qəşəng görsənir. Amma bizdə mollar çoxdur da normal. Raft kapa görə belə şeydir. Nə gözəldir. Bizdə məsələn çox qəşəngdir. Sizdə port kap yoxdur axı. Bu Nə? Çoxmusunuz? Qarabağ zəifdən oynamasın deyə uddurdu bir qəsdən. Ekopark uşaqlar. Keçən burada mənə zarafat etmişdi. Bir mama paylaşmışdım yox. Mahnı çalını çəkirdim. Dedilər ki, Eloza pul verməlisən. Dedim. Mən mahnı çalını çəkirdim. Kimsə gitara çalardı. Siz də dediniz ki, sevirsiniz ki, pul verməlisən çəkirsənsə. Yox, sonra da zarafat edirəm. Dəyişikliyi gəldik buradan birinə. Gəldik Galata Kulesi'də. Galata Kulesi yox. Galata Kulesi. Aa, Galata təzə qoyublar. Tezə. Şəkil çəkdirərik. Eytel. Senin küçük gibi. Aşklar Kulesi. Gəldiyini birindən kofe alaq. Bir dənə kofe alaq, sonra gələrik parka. Bəs ice nəsə var, nə bilim. Yes, kafe. Şey aldım. Nə bilim nəsə, gəlin sizə göstərim. Şurada da burada diye. Nə aldım? Bundan aldım, mango marakuya. Aygün ice latte aldı. Sənkini içdim. Beğendin? 17 Pro'dan netləmə problemi yaşayıram şu aslında. Ne geldi? De Marta. Nuriani. Baxın bir dənə. Mochi var. Mochi var. Yox, yəni batdı. Çok istiyorsan. Allah. Antep fıstıklı. Antep uşaq evdə ışıqları sönüb. Ona görə futbola baxırıq. Biz də aşağıdayıq. Futbolda ışıqlar sönüb qalxdıq yuxarı. Arbitro sta governo Napoli. Argentina, just play. Salam. Bugün Özbekistan'da 3. günümüzdür. İndi yemək yiyəcəyik. Ondan sonra böyle ihtimal. Mən deyim muzeyə falan gedək. Amma bilmirəm indi muzeyə gedərik. 50. Алиса, число от 1 до 6. Gel ben nereye olarak? İndi uşaq yemək yeyirik. İndi hazırlaşırıq. Saçma baxmayın, daramamışam. Çox səmimiyəm görürsün. Belə səmimi insanlar da var. Sevinç. Bugün gelmiş şöyle gidiyoruz. Elimizdə zibillər. Getiririk zibil atmağa. Onda. İndi Aygün dostları gətiriblər məni çox maraqlı restorana. İndi qızlar gətirib məni çox mənalı restorana ki, bəs buranın interiori çox qəşəngdir. Getdilər zaten götürməyə ora arası. Biz indi onları gözləyirik. Amma hələ gəlməyiblər. Mən bunu yenə sonra sizə şey edirəm, tadımı test edəcəm. Gedir uşaqlar tenis oynamağa. Pro playerlər yanmaz. Ona görə belə bilən aktivite eləmək istədik tenis. Akın не хочешь, что ли, сюда? Не хочешь, да? Uşaqlar gəlir. Две пары, да. Çıx qabaqda. Yol gəldik. Bu tərəfdə futbol oynuyorlar. İndi kendini verdi bak. Nerede götür Aygün beni? Ben başa düşüremeyim. Ama orada хорошо. Так ты видишь? Я не знаю.
sadece bir şey kurtardı. Son dəqiqədən sonra oynamadım çünki yorulmuştum. Biz necə yoruldum ya. Gəlsəz gələrsiniz özmək istəyirəm. Futbola ya da Tashkent City Mall-a gedirik. Futbol bizi necə edə ki, hər növ yemək, pizzası, hot dogu falan hamısı. Bir də restoran yıxılıb, içkiləri də məsələn bubble tea, kola falan. Hamısı bir restoran və futbol çox idealdır yəni. City Mall-dakı normal, Dəniz Mall, Crescent, işte mall yəni. Buralar gəldik futbola. Моя булочка с полицейским. Gəldik futbola. Bura dediyimiz kimi sizə bir dənə yer verdi, hansı ki o belə də yeməklərin falan olduğu. Orada. Bütün növ yeməklər. İndi o çoğalır. Я прям лопну. Да, я много воды не koyub içinə. Yaşıl bobalar. Mən mango aldım, bu persik. Bir çay almaq istəyirik, çay. Benim Azərbaycan damarım Azərbaycan damarım bu çay alırıq. Потому что мне нечего было делать. Да, давай, типа, было бы хорошо. Было бы хорошо, если бы ты ушла. Было бы хорошо, если бы ты ушла. Gedirik təxminəni evinə tərəf. İstəyəni oradan da yəqin bizdə evə. 110 məktəb. Aygün Gül'ün məktəbi. İçində tavus kuşlar da var. Bu şeydir, important information. Koşanlar da var. Embassy değil, bura şeydi, Aygün'ün tam gösterdiği o bayraklı restoran. Böyle bayraklar var ve sizin yemekleriniz üstüne, müjdeleriniz daha doğrusu bayraklardan koyuyorlar. Ya uşaqlar, bugünlük bu qədər. Sadəcə ilk günləri deyə həqiqətən diqqətimiz ancaq gəzməkdə idi. Ona görə çox qarışıq oldu. Amma ondan sonraki vloglar daha düzənlidir. Sağ olun. Aygün sağ ol de. Evet.